Deməli, cümləni tamamlayın. 24-cü test. Hüseyn Cavidin Azər əsəri poemadır. Çünki A-nı götürə bilmərik. Çünki A mövzu ilə bağlıdır, məzmunla bağlıdır. Poema isə forma ilə bağlıdır, janrdır. Pula, sərvətə aludəçiliyin törədəcəyi faciələrdən danışılır. Bu mövzu ilə bağlıdır. Real həyat hadisələrinə müraciət olunur. Bu da mövzu ilə bağlıdır. Həyat hadisələri obrazların taleyinə təsviri üstünlük təşkil edir. Bunu saxlayırıq. Həyat hadisələri az təsvir edilir, tərənnümə üstünlük verilir. Yox. Ahəng, ölçü, qafiyə kimi məsələlərə yer verilmir. Yox. Deməli, biz burada C variantını götürürük ki, həyat hadisələri obrazların taleyinin təsviri üstünlüyü təşkil edir. Poemanın janr xüsusiyyətidir bu. Amma A-da sadəcə mövzudur. Poemanın janr xüsusiyyəti yoxdur. A variantı, B variantı bütün əsərlərdə ola bilər. Mövzudur. Mövzu bütün əsərlərə aiddir. Amma məhz həyat hadisələrinin obrazların taleyinin təsviri üstünlük təşkil etməsi poemadır. Poemanın qaydası necədir? Mühüm bir hadisənin yaxud nadir bir şəxsiyyətin təsvirinə həsr edilmiş janra poema deyilir. Fikir verin, mühüm bir hadisənin nadir bir şəxsiyyətin təsvirinə. Görürsünüzmü? Obraz insandır da, nadir şəxsiyyətlərdir. Onların həyatlarının, taleylərinin təsviri, bir də hadisələr. Davam eləyək. 25. Bu əsərlərdən ikisi eyni janrdadır. Xurşud Banu Natəvan dramdır, tarixi dramdır. Anamın kitabı tragikomediyadır. Yolumu sayan adı romandır, Mircəlal Paşayev. Ev tərbiyəsinin bir şəkli komediyadır. Müsibəti Fəxrəddin faciədir. Mürafiə vəkillərinin hekayəti komediyadır. 4-6 uşaqlar. Janr soruşur, növ soruşmur. 4-6. Həm lirik, həm də epik əsərlər yazmış sənətkarlar. Gəncəvi. Biz dedik ki, 19-cu əsrə qədər epik yazan sənətkar, poema yazan sənətkardır. 19-cu əsrdən sonra epik yazan sənətkar, təmsil yazan, hekayə, povest, roman. Gəncəvinin poeması var. Ona görə epik əsər yazandır. Lirik əsər onsuz da yazırlar. Bax, bu gördüyünüz şairlər onsuz da lirik əsərlər yazıblar. Qazi Bürhanəddinin poeması yoxdur. Ona görə də epik əsər yazmır. Yalnız divanı var. Nəsiminin poeması yoxdur. Xətayinin poeması var. Zakirin təmsili var. Natəvanın heç nəyi yoxdur. Ancaq qəzəlləri var. Deməli, Qazi Bürhanəddin, Nəsimi, Natəvan yalnız lirik yazanlardır. Amma Gəncəvi, Xətai, Zakir həm lirik, həm epik yazanlardır. İndi Gəncəvi epiki poema ilə yazıb, Xətai poema ilə, Zakir təmsili ilə bunun fərqi yoxdur. Növ-növdür. Hansı janrda yazır? Yazsın. Yenə də həm lirik, həm də epik əsərlər yazmış sənətkarlar. Poeması olan Füzuli, poeması olmayan Vaqif, təmsili olan Sabir, poeması olmayan, təmsili olmayan Nəsimi, Gəncəvi poeması olan, Natəvan poeması olmayan. Ona görə də biz burada Vaqifi çıxırıq, Nəsimini çıxırıq, Natəvanı çıxırıq. Povesti hekayədən ayıran cəhətlərdən biri səhvdir. Mənzum şəkildə də olur. Xeyr, povest, mən sizə sinifdə də dedim, Hüseyn Ləman dərs keçəndə də dedim. O gün direktor sinifə gələndə hamı da öyrəndi, çox adam da bilmirdi bunu ki, povest yeganə janrdır ki, yalnız nəsrlə yazılır. Elə bu səhvdir. Bəli, obrazların sayı hekayədən xeyli artıq olur. Bu doğrudur. Bir neçə əhvalatdan bəhs olunur, bu da doğrudur. Gördünüz, Yusif Sərracla Şah Abbasın əhvalatı birləşdi. Obrazların təsviri daha təfsilatlıdır, yəni genişdir. Hadisələr bir sujet ətrafında birləşən bir neçə xətt üzrə inkişafda olur. Bu da doğrudur. Yəni gördüyünüz 4 dənə variant povestin qaydasıdır.
Mötərizə daxilində verilmiş ifadələr hansı məqsədlə işlədilir? Yəni remarkalar. Remarka da olar. Dramatik əsərdə remarkalar mötərizədə də verilir. Birdən siz remarka sadəcə pərdə açıldı, pərdə ortası, pərdə bağlandı. Yox. Diyaloqlar arasında bax bunlar da remarka sayılır. Səlma, xayır, sən bana eylərkən iltica, söz vermişəm, dönməm sözümdən əsla. Bəli, aktyorlar və rejissorlar üçün göstərişdir. Bəli. Tamaşaçılar üçün izah verməkdir. Yox. Tamaşaçı oturur, baxır. Remarka ona izahat vermir. Remarka aktyoru hazırlayır, tamaşayı hazırlayır. Xarakterin daxili aləminin açılması. Yox. Monoloq deyil ki, diyalog deyil ki. Bu monoloq və diyalogdur. Qeyd eləyin orada. Xarakterin daxili aləminin açılmasında monoloqlar və diyaloglar rol oynayır. Səhnədəki vəziyyətin göstərilməsi, bəli. Obrazların düşüncələrini ifadə etmək, yox. Bu da monoloq, diyalogdur. 3 ilə 5-in qabağına monoloq, diyalog yazın. 1. Bir də 4. C variantı.